Fərmana əsasən, sosial müavinətlərin məbləğləri əlilliyi müəyyən edilmiş şəxslərə orqanizmin funksiyalarının pozulma faizinə görə 300, 250 və 180 manat, ailə başçısını itirməyə, müddətli həqqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına, 1 yaşına dək uşağı olan az təminatlı ailələrə, 5-dən çox uşağı olan qadınlara hər uşaq üçün 140 manat, övladlığa götürülən uşağa 18 yaşına dək əlilliyi müəyyən edilmiş uşaqlar istisna olmaqla 240 manat, himayədar ailəyə verilmiş 18 yaşına dək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə yaş aralığına əsasən 500, 600 və 650 manat, uşağın anadan olmasına, həmçinin dəfn üçün 600 manat müəyyən edilib. Bundan başqa, prezident təqaüdlərinin aylıq məbləğləri Vətən Müharibəsi Qəhrəmanı adı verilmiş şəxslərə 2200 manat, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün 2000 manat, şəhid ailəsi, 20 yanvar şəhidinin ailəsi və Əfqanistanda Sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 manat, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının pozulma faizinə görə 600, 500 və 400 manat, orqanizmin funksiyalarının 81-100% pozulmasına görə və ya 18 yaşına dək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə gözdən əlilliyi olan şəxslər istisna olmaqla 250 manat, gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 manat müəyyən olunub.